Hər kəsə salam. Qızlar, deməli, bacım Mingəçevirə gedir. Son anda qərar verdim ki, mən də Mingəçevirə gedim. Sizə xoş izləmələr. Video maraqsız olsa da çalışdım nəsə çəkim. Hər kəs yazır ki, Məryəm xanım video paylaşın, sizi gözləyirik. Ona görə mən də paylaşmağı düşündüm. Maraqsız olsa da izləyin. Deməli, səsli çəkmişdim. Bütün videolarda mahnı səsi gəlib deyə istəmədim tezləşdirim. Getməmişdən öncə, yəni birdən-birə qərara gəldim ki, yəni getməliyəm də. Biraz başım qarışsın və getməmişdən öncə qabları, yeməkləri, xaladiniki tərtəmiz boşaltdım. Qəşəng qabları yudum, qabları silib yerinə yığdım ki, ev səliqəli olsun. Yəni Murad gəlib əlini nəyə atsa tapa bilsin. Onsuz Murad evdə yemək yemir, işdə yeyir. Yeni işi qızlar saat 4-də gedib 4-də gecə gəlir, 6-da 7-də gəlir. Yəni səhər yaxın gəlir, yəni yatmağa gəlir. Mən də düşündüm ki, yeni işə giribdi, üzünü də görmürəm. Və gedim biraz rayona, başım qarşısın. Həm rayona gedəcəm, həm də Mingəçevirə gedəcəm. Miran otağını dərindən yığışdırıb, toz soranlayıb sildim. Və Miran paltarları var idi bir bedra. Onları qəşəng yudum. Aynaları, zatları təmizlədim. Ütü stolunun üstünü çıxardıb, ütü stolunu da yudum. Yəni bacım taksidədir, gedir və onu dala qaytarmışam ki, gəl məni də apar, amma gözlə biraz evi yığışdırım da, tərtəmiz. Mən xoşlayıram evdən gedəndə evi tərtəmiz qoyub getməkdə, yəni pintiliyi sevmirəm. Ona görə evi səliqəli şəkildə qoydum. Xaladinikin içini də təmizlədim. Xaladinikin içində bir dənə tomat zat qaldı da, yəni hər şeyi götürüb tulladım. Soğandı, kartofdu, çörəkdir, yəni belə şeylər, çaydı, belə şeylər saxlayan deyiləm. Və son prasinaları da yuyub getdim. Prasinaları da çıxarıb, prasinaları da yudum. Çay dəsmallarını da yudum. Gördüyünüz kimi elə bir illik gedirəm. 2-3 gün qalıb qayıdıb gedəcəm. Nə qədər çamadan paltar yığıb aparıram. İndi evlər sizə göstərirəm ki, yəni baxın tərtəmiz qoyub getdiyim, yəni mən təmizlik xəstəsiyəm. Və taksimiz də gəldi. Taksiyə mindik, hal-hazırda yola düşmüşük. O biri taksiyə gedirik. Demək, əlavə bir dənə taksidə tutmuşuq. Ondan gedəcəyik. Bir dənə də bundan düşəndən sonra əlavə bir taksiyə minəcəyik. Bacı, sən nə danışırsan? Hə, nəsə, yadımdan çıxırıyorsunuz. Gücüm səsli çəkmişdim də, inanın ki, hamısının mahnı səsi düşübdüm. Gördüyünüz kimi gidiyoruz. Sonra gedib ikinci taksiyə minəcəyik. Hər kəsə salam. Hara gedirik Miran? Hə, hara gedirik? Ana, hara gedirik Miran? Hala bizi hara aparır? Bu açılmır, aya. Oya. Və qızlar taksidə tutduq və gedirik Mingəçevirə. Hə, metro arxadadır. Ha? Bu yerinə yemək yeməyə gəlmişik. Uşaqlar yemək gedəklər. Burada da qızlar acmışdıq. Düşdük mola yerində qəşəng yemək yeməyə. Və uşaqlara sup, özümüzə dönər sifariş elədik. İndi deyəsiz ki, uşağa niyə dönər verirsiniz? Vallahi qaraq ağladı, özünü öldürdü, gömgöy oldu. Kitişdəyə alıb sonra yerə atan insandır Miran. Hə, deyir bəyənmədim, amma qəşəng yer gördüyünüz kimi. Dönərlər yaxşı deyildi, hamısı stolun üstündə qaldı, heç nə yemədik, ay baş. Heç xoşumuza gəlmədi. Deyəsiz ki, xoşun gəlib uşağa verirsən. Burada məni qınamayın, nə qaraq uşaqdır. Miran hər şey öyrəşib, qızır. Burada da qəşəng yatır. Gördüyünüz gibi yol boyu yatıbdı, sağ olsun. Ay Miran, hara gəldin? Qaşımadı. Ayak altında. Birlikdə təmizlik yaşadı. Bu nədir? Bu ev ikisi dəfə yaxşı idi. Gündəşlərini soxla, ona gəl. Ay, vişlər gətirib yığılmışsan. Sonra qızlar gördüm qapı döyülür. Tərayna xanımın gelin Wi-Fi xarab olmuşdu. Mən də getdim Wi-Fi-larını düzəltdim. Öz Wi-Fi-miz xarab olsa inansı düzəltmərəm. Wi-Fi-larını ödədim, düzəltdim. Və dedilər sizin bir nömrəli fanatınızıq. Miranı baxırlar, həqiqətən çox istəyirlər Miranı. Sabah xeyir qızlar. Miran iştəfəti şokolad çörək yeyir. Kendi yemədi, yumurta yemədi. Şokolad çörək yeyir. Gözlə mən sürtüb verim ye. Şey sər durubdu. Ay Muti.
Demin Gətəvirdən salamlayıram sizi. Burada 2-3 dənə izləyicim yazıb ki, sizi qonaq çağırmaq istəyirik. Amma qızlar, mən çox utandım da elə şey. Elə şey demək yox. Murad olsaydı gələ bilərdim, amma buraya tək nə bilim. İzləyicilərim Listov olub ki, bizim qapıya gəliblər. Burada məni görüş gediblər, həqiqətən deyirəm. Miranı da aparıblar, evlərini oynadıblar keçən dəfə gələndə. Amma utanıram elə şeylərimdən. Qısa olsa da bir dənə vlog paylaşacağım sizin üçün. Bir də evimizi göstərdim. Bu bizim ana evimizdir. Gəlmişik bura. Bir yaxşıdırsın, evi sizinlə bölüşəcəm. Hə, bacı qurban. Evimizə baxın ki, necə bastırıqlı eləyibdir bu qız. Sizi çəkmirəm aşağı xanım. Bizimkilərdən də... Bölüşəndə ev qutaracaq. Elə də böyükdür. Və belə çəkəyim, belə bir koridordur. Yazmışsınız ki, ev vloga gəlsin. Yəni, bura mamanın dizaynıdır da, Ayşənin dizaynı deyil, bacım da qalıbdır. Bura əvvəl başda remonta ehtiyacı var. Saatını göstərir hamıya. Telefondur. Deməli qızlar, bu zalımızdır. Deməli o vaxtlar mama ki, bura balkon idi. Ev biraz remontsuzluq ola bilər. Yəni çoxdan evdə. Biz arada gəlib qalıb gedirik. Mebellər biraz çoxdur. Biz külfət olduğumuz üçün ağzımıza gələn mebelləri tökmüşük evə. Bura mənim otağımdır. Bura qəşəydi əslində. Burada qəşəy şkaf zat var idi. İndi bacı aləmi qatıb bir-birinə. Allah ki, burada nə var? Amma deyir bu. Bu. Hədə sən otağında. Mənim otağım olası deyil ki. Əvvəl mənim otağım idi. Burada da məhsullar var. Mən məhsullarımdan bacıya da alıb gətirəm həmişə. Burada nə var? Həmsə bu şkafın eşmiyim. Ayıbdır. Özələ qarışma. Burada bir dənə televizor var. Televizor gah orada olur, gah orada olur. Burada bir konserva. Bu çoxdanın mebelləridir. Mamagilin. Burada bir yataq otağıdır. Mamamın mebelləridir bunlar. Baxın. Əslində buranın dizaynı yaxşı idi. Bacı hər dəfə bir formaya salır. Burada da bir şkaf var. Hər yerdə şkaf var. Bura ayaqqabı şkafı, mürəbbə şkafıdır. Ora ayaq yoludur, ora hamamdır. Bura koridordur. Çox adam Mingəçevirdə buranı 9 mərtəbədə. Buranı otaq edir. Burada da şkaf var, gördüyünüz kimi. Bu da benim. Demişsiniz ki, ev vlog gəlsin. Burada bacım mürəbbələri. Qısa da olsa qızlar paylaşacaq. Orada tualet tamam. Burada tualet. Yox, Mingəçevir Mirana baxır. Bura gəldi maşın sürədə yandı. Ehtiyatlı sürə. Miran yola bax. Miran yola bax. Yola bax deyir. Miran yola bax deyirəm, başını qaldırır. Beğendin ha? Yapmaktasın he? Ha dön de. Mingəçevirdən hər kəsi salamlayıram. Bir daha. İndi gedəm xalam qızı gilə. Bacım evdən qovdu bizi. Dedi bir yaşdıram gəlin. Gidirəm ora. Gəlmişəm xalam qızı girə. Deyəm, bu da mı? Mən də elə bilirəm ki, bizə nar dənəliyir də. Deyir, mala nar dənəliyirəm. Sən Allah, gündə bir şey öyrənmə. Nə qarif dedin? Tavaq olub, tavaq. Bir. Ata balı bunların maşınlarına baxayım. Birində məl də Ümid, nə olar ki, keçibdir də. Az, mən buranın adını
deyə bilmirəm. Skoş deyirəm. Nə skoş? Evet. Səhərdən deyir ki, heca böyle ki, mən buranı sözdən deyir, deyirəm nə, skoş? İçxoz. Sən də deyə bilmədin. İçxoz. 3 qolç nə da? Səsini ilk oluyor. İçxoz. Mən. Ve. Çok güzel it var idi orada, mən keçməyim oraya en yaxşısı. En yaxşısı dedim mən. Diyetteyim başı. Bir qırıqda adına var. Yok bacı diyetteyim. Bir qırıq var. Bəh. Sen təndir çörəyi də pişirmişsən, pendir də pişirmişsən. Nədir bu? Börək də. İndi pişirdin. Görmüsən qaynadı. Yok bacı istemiyorum. Diyetdədir. Qız istəmir. Ay koy ye. Mən mərci süpü ver, heç yeməmişəm. Ayşəm mən işte və uşaqları getirdim, gəldim. Gəlsən yiyiblər bunu. Nerede vereyim? Nə? Yoyunarsın. Sən o da şeydir, inəyə ver. İnəkli deyirsiz, dana deyirsiz. Sade istiyor. Nədir? Şimdi merci. Elə kameraya düşmə. Sonra silmə fikrim yoxdur mənim. Hə? Düşdü kameraya. Ən sonrasını kəsərəm. Kesin. Deyirəm kamera düşmə, sonra deyəsən ki, sil. Ha. Aparatla eləyirsən bunu? Yok, aparatım yoktu, yanıktır. Eləcən elə belə qaynayır, açılır. Aynen. Ülviyə, kameraya düşməsin. Paylaşırsan. Ne gün deyim, saçım dolmuş düşdüyürəm. Allah mənim kömürəm olsun. Mərcisi. Şuraya baxın, xala qıza. Ay, bu nədir? Lezzet. Buraya gördüm Məliş yazdı. Şunlara getirsə bizə də. Elə mi? Ay, bu şey. Mən pendir zatından düş maraqlamışım, özüm çəkərəcəm. Tamam kızartmamak bir de çöreğiyle iki dakika yiyeceğim. Bu nasıl yiyeceksin çok iyi. Valla pendiri. Bir tane söyleyeceğim, yağlı zıplam sanıyor. Biraz pendiri yağı var. Biraz nehre yağı, nenem demiş. Yağı Şu kendine yaşım. Nereden geldiğinden acından öldürdüm yoksa. ben hala yiyeceğim. İşte sen bize her yayda şeyler. Meryem böyle çekemiyor. Allah bu şeydi, ne dedim? Bırak koy be. Ne? Ha? Hemen sarı yesin. Ha. Sen nasıl sağladın? 150 Murat edersin. Size bak. Şu bakınız Allah'ım olsun. Emçik kızlar, siz böyle şeyler seversiniz. O vaxtlarım belə, necə deyim, hər gəlinin otağında belə bir yükü olurdu. İndi məndə mama 2 dənə döşək verib, get-gedə evə aparıram, qoyuram evlərinə. Bu şeydir, mənə də eləmişdi mama, hamısını yığıb apardım. Onu da qaynana tələb eləmişdi, inan sizə. Bu da qızlar, Pakistanlı mallar deyib Bakıya gətirirdilər. Şeydir, bacımındır, xalam qızına veribdi. Cehizli o vaxtlam dəbdə idi. Ha, belə kuklalar, müşkalar göydən asılmışdı. Hamısı şeydi, nə adı götürülübdü. O vaxtlarım belə cehizlər moddaydı. İndi dəbdən düşübdü. Məndə də var idi qızlar. Mən onları tulladım. Məndə bax belə var idi, tulladım evdə ki, uşaq olanda açar evi. İndi Miran gəlib bura hər şey ilişir də. O vaxtın belə şamları, ləmpləri, bax belə olurdu. Cehizli. Şeydə. Hər şeyimiz dəyişir. Hara çəkəm sizin üçün? Ben kızların otağındayım. Mişka kalmamıştı bala. Evin her yeri mişkadır. Sağ Allah, o mişkalara bakın. Bir de en əsəbləşdiyim şey otaqda nə oldu? Sərdən bunları pazlayıram. Allah'a and olsun. Bax, bir dənə bura baxın. Bu nədir belə? Allah'a and olsun, istəmən başlayın. Evim rəhmətə gedənlər var. Yaxınlaşıram deyirəm ki, bunun kimi. Bunu da xalam qızı alıbdı. Xala qızı, yaxşı söz deyərdim, heç on hər nəsə. Bu nədir az uşaqlar almısan? Alimdilər, bizimki də ikizlər qızlar. Özlərini çəkə bilmirəm. Çox qəşəng oxuyurlar.
Hansınız yaxşı oxuyursunuz? Hə? Oxumana ən çox dərs oxuyan bu da mən yaxşı cavab verəməm. B. Evet. Bu da təzə çıxıb. Hə? Ən çox oxuyan sən cavab verən odur. Ay sağ ol. Yəqin sən oxuyursan ekiz olaraq Mən ötürülür. ötürülür. O necə olur denən? Həqiqi yəqin elə olur. Yəni ekizsiz deyə elə olur, hə? Nə bilim. Beynindən şuradan keçirmə. İşte. Bunlar taxlar qəşəngdir. Burada başqa pet var idi. Bunu təzə alıblar. Miran ders de onlara. Kulu kulu elə. Kulu kulu elə. Kulu kulu elə. Kulu kulu elə. Sən verəcəm Ülviyə saxlasın. Kulu kulu elə. Qorxur. İlk dəfədir görək. Qaç danlarla, qaç. Qorxdu. Şu an mən həyat dərsi keçirirəm. Dərinə bax. Az o nəyə topuşdursa ayağından tutub dişləyib uşağımı əlindən alar. Nəyə topuşdu onu? Topuş. Bacım bizim uşaq hər şeyə qalır, narahat olma. Ayt! Ayt! Baxır görür bu dit yoxdur. Düşərik şu an. Setkanı çıxardarıq, o çox şey qanır. Bunun elə bir 5-6 yaşı var. Uğur, səndən ağıllı deyil, nansan bu. Can mama. Camalın evini dağıtdın. Gələndən evi dağıdırsan. Hə. Ay, mən gedə bilmirəm, mamanın ayaqları ağrır. Hə, gedə. Hələ düşünməmişəm. Get bacısı ver da. Dəstələməmsiz. Bu tökür, Miran tökür, bunları yığışdırır. Yığışdırmayın, qoy evlərdə qalsın. Ay, dağıtma da. Açın çıxan çulayı, bu hər yer dağıtdı. Ona bax. Ay! Ay, bu yerdə. Qu. Ne güzel koku gəlir. İndi yığdınız. Bəh. Hayır, gel götürək də bunu. Gəl götür ay qız. Gəlin götürün. Heyva yeyəcək bu gecə. Qoxusuna bax üçün. Götdün. Götürə bilmirəm. Çünki bizi nə vaxt aparırsın? Nə vaxt gedəcək? Ne güzel düşürsən. Subaysınız siz. Ümit. Ay Ümit. Arada çörək ye. Sen kofiden zaten alır mı çocuğum? Yıkıldı. Ay Ümit. Arada çörək satıq qaqa. Rayanın pendirindən, sütündən. Ha. Qəşək heyvalar. Qoxusu qəşəklərdir. İndi heyva mürəbbəsi pişirərsən, hə? İnşallah. Gedib mən yığardım. Sırım Sadiye Meryem gedib baxdı, çək. Mən nə demədim? Tərpənmədin. Dedim Miranı yatızdırırsan. Bu deyir tərpənmədim. Mən demirəm, yazıqım. Zoy heyvan hamısı yiyəcək. İndi bir dənəsi soy gətirib çölə. Bir dənə. Nerede biraz oradan. Git bak. Siz. Qaqa. Maçıra qaqanı. Qızı qəşəng heyvan. Gedib ağacdan qırıb, dərib, gətirib ki, hala qızı yesin. Süveci. Hala çox dadlı. Amma adam çox qoğur. Qoxusu qəşəng. Miran. Ümid. 2 də əşyarımız var. Görsən, biri qaqaş, biri bax. Ha vaxt gedirsiniz? Vətən sizi gözləyir. Vətən oğulları, gedin. İşlətsinlər oradan. Qoyun. Mama. Evdən gətirib ki, belə toyuq kəsəcəm, elə toyuğun başını oynatacağım. Mən nağarım, ümid kəsə bilmir. İlkin sən kəsəmirsən. Nə, mənim qardaşım heç vaxt toyuq kəsməz.
Mənim qarışqan belə incitməyən mənim qardaşım. Toyuğun başını kəsərsən sən. Mən qorxam yoxsa kəsər. Ona görə nə etməzsiniz, əskər getməzsiniz. Ay yox, bu şəhər uşağıdır. Bu şəhər uşağı toyuğun başını kəsir. Demək bir zaman yox. Ümid doğulana şəhər uşağıdır. Prosta bir dənə söz deyim qızım. Mənim qardaşım qarışqan bir incitmə. Bugünkü gündə sən o toyuğun başını kəssən, bizim başımızı da kəsərsən sən. Qaşıma gördüm bax. Mən gözləməm. Gəl gedib bir dənə toyuğa bax. Gəl gör rahat kəsə bilərsən yoxsa ya. Gəl. İtdən qorxur. Nə baxsana, mənim qardaşım var. Arxamda qardaşım var. Gəl. Sən kes qavuz gəl. Gəl arxamdayım. Bax, gülü. Get qavıqlı, uşağım getdi ora. Gel qorxuram. Qorxma, get cəsarətli ol. Azca gözünü çıxardır uşağımın. Bülü nədir? Gözünüz meyvə görsün. Ne həqqim? Allah'ın olsun. Bura gəlmək mənə yarayır. Biraz da kökəlirəm. Gözəl meyvələr var. Biri görsən meyvə diyeti eləyibdi aşkım. Meyvə diyeti. Adı sırf meyvə də. Həyatın meyvə dinlə. 22 kilo arıqlayıbdı. Bölkə eləyək. Deyirlər nə burut kökəlir. Bura skor çalmışım. Kişiyə qayıt ki mən meyvəni var. Valla biz Dənələ, durdu dənələ. Gör nə qəşəng dənəli. Deyirəm nə qəşəng eləyirsən. Deyir texnoloji. Görsən. İkisinin biri işə yarayır, biri yaramır. O necə olur? Mənə vaxt dedim. Hə? Desəydim eləyərdin. Maması sarı da gətirir ki, bu xarab olmuşu deyil də. Yesin. Gedim atı getirin. Burada minməyə qorxdum, Matilda. Qorxdun? Yıxılarsan, Kızlar yazmışsınız video at. Vloga atıram. Kısa da olsa, maraqsız da olsa baxın. İndi qəşəng çay dəmlərdə çay içirəm. Səhifəmizə abunə olub, yorum yazmağı unutmayın. Xoş izləmələr. İnşallah maraqlı videolar çəkərəm, amma bu aralar həqiqətən o abo havasında değilim. Çox yerə gedirəm, amma çəkə bilmirəm. Getmişəm, o qədər şey eləmişəm, çəkməkdə.